Nə gündə də. Buradan nətər getək. Brent tədavay. Tullana gedirik. Brent şarmanın yanından həyətə düşmək. Buradır yəqin ki. Buradan yol varmı? Yoxdur. Buradan düşə bilərik. Deşik tapdıq. Tamam, neçənci blok idi? Baxaq görək. Sağdan 3-cü blok. 1, 2, bu da 3. İnşallah arxa təkərimiz qaçmaz. Qumda zadda. Video izləyən yerdə nə bilim Boltun reklamı çıxır, Voltun reklamı çıxır. İstər-istəməz adam dilxor olur. Ona görə açmıram ki, biraz rahat izləyə biləsiniz videoları. Onsuz da az izlənir hələ ki videolar. Amma gələcəkdə açaram mı? Bilmirəm. Nə eləmək istəyir? Bax. Nə eləmək istəyir? Nə sağın yandırmır. Dönəcəksən, sağı yandır. Görərsən ki, hə, yol boşdur, hə, yandırmamış, sağa baxıb dönərsən. Onu başa düşər. Görürsən, sağında adam var. Sağa keçir, sola keçir. Mən özüm də məsələn görsəm ki, yol boşdur, bir də görsən yandırmıram hər dəfə də. İndi onsuz da motosikletin heç dönmə işığına çox baxmır. Amma belə normalda sağa dönəcəm və təbii ki, sağımdan maşın keçirsə, yandırıram və gözləyirəm ki, adam yol versin, mən də keçim. Ki, ən azından bil... Nə oldu ye? Əslində piyada keçməli deyil idi. İndi keçməlidir. Və biraz qarışıqdır svetofor sistemi. Burada yaşamayan adam üçün və ilk dəfədir buradan istifadə edən üçün biraz çaşdırıcı olur. Məsələn, biz dayanırıq, o elə bilir ki, artıq svetofor əgər yandısa o keçə bilər. Halbuki digər tərəfdən biz dayanırıq da, digər tərəfdən maşına gəlməyə davam edir deyə. Əslində keçə bilməz. Buradan biz ehtiyatlı keçək. Çünki dayanacaqdır bura və bir anda çıxa bilərlər. Ha, yenə yaş eləyiblər buranı. Bezdim. Dudup. Nərmanov ot tutur, yanır. Ay. Nərmanov. Hara getdi? Bir dayan yansın da. Avtobuslar nə bakubaslar piyadaya yol vermir, nə svitofora baxmır. Niyə belə olublar bilmirəm. Adi vaxtı nə bilim video roliklər paylaşırlar Facebookda, orada burada. Halbuki özləri necə gəldi sürürlər yollarda. Hələ bir dənə bakubasın mən piyadaya yol verdiyim, piyada keçdində piyadaya yol verdiyim görməmişəm. Hamı gözləyir, bakubas zıt getdi. Bir dayan bir camaat keçsin də. Bir dəfə də biz qaydaya əməl edeyim. Bir ara gəlmişlər 28 tərəfdə orada Puşkin küçəsində cərməliyirlər avtobusları. Kamera zadda çəkirdilər. Sonra biraz səliqəli orada saxladılar bir müddət. Gedək Zümrüdə. Zümrüd rezidans. McDonald's'ımızı verək ora. Artıq əməlli istini hiss eləyirsən. Biraz açım hava gəlsin, yoxsa pişəcəm. Ay, içim çölümə çıxdı. Bu yolları niyə qayırmırlar? O svetofor var imiş. Abədə, o beydə. Biraz yemək yeyək, özümüzə gələk, yoxsa ki bu istidə işləməyin adı yoxdur. Svetofor da yanmayacaq indi 1 saat. Enduro kimi sürürəm, dağılıb tökürəm motosikleti. Qəşəng gölgədə dayandıq. Ay, bir 10 dəqiqə də dayanaram burada hələ. Çətin vaxtı, kuryerliyin çətin vaxtı var, yayın bu vaxtıdır. Payız elədir ki, payızda Bakıda yağıntı onsuz da çox olmur. Yağanda da işləməyə bilərsən də, yəni tutaq ki, ayda 5 gün yağış yağacaqsa, o ayın 5 günü mən çıxmıram məsələn işə. Onun əvəzinə çıxıb, tutaq ki, 6 bazar günü işləyirəm də, həmin o günlərin əvəzinə. Və yenə də yəni ki, işdən kənar qalmıram. Amma yayda elədir ki, yayda hər gün istidir və məcbursan hər gün çıxasan işə. Belə axşam çıxa bilərsən, axşam da ki iş zəif olur. Ona görə məcbursan ki, bu vaxtı, abed vaxtı istidə işləyəsən. Qabağa getsəm, arxadan gələcəklər. Dedim, biraz kölgədə dayanım. O da ki, alınmadı. Bu yandır da, bu sağlı da. Bu nətər adam var da. Keçməzsən, keç. Belə. Dayana bilmədi deyəsən. Sürdü getdi. Yoruldum ya. O necə yorur adamı hava.
MMTN. MMTN 999. Sola dönəcək. Bu da buradan sola dönmək istəyir. Nə edir? Sən buradan... Ha, yox. Qabağındakı maşını görmürəm. Əməli bilirəm. Sola dönmək istəyir oradan. Sağa keçək. Sağ burada həmişə boş olur. Tez bazar gedirik. Görürsünüz boşdur. Bir dənə yeri yox deyə saxlayaq.